Hoş gördük Bhagavatamın değerli dinleyicileri. Deməli, Śrīmad Bhagavatamın değerli dinleyicilerinden birinden çok belə aktual, hem aktualdır, mən hesab edirəm, çox aktualdır. Bu her dövr için aktualdır bu sual. Hem de değerli sualdır. Aktual sualdır. Bu, mən əminəm ki, indiki zamanında İnsanların belki de 90%'in bu narahat edir. Belki de çok. Bu sual ki, niye göre adeten fikirləşirlər ki, xüsusilə de müasir dövr insanlar için, niye göre mümin təbiətli insanlar, yaxşı insanlar, xeyirxah insanlar o qədərlər varlanmırlar, amma əksinə olanda insanlar qabağa gedirlər, varlanırlar, zənginləşirlər deyək ki, belə deyək. Belə demək olarsa əgər. Adətən bu sual çox adam maraqlandırır. Çox bu əhval-ruhiyyədə həmişə ruhani yola, dini yola duran insanlara nələr olur? Yetirmələr olur, yetirirlər olan üstünə. Belə şeylərə biz nə deyirlər? Belə şeylər bizim üçün sir deyil də indiki zamanda, düzdür. Ona göre de mən bu suala fikirləşirəm ki, iki hissədən cavab vermək istəyirəm. İki hissədən ibarət cavab verəcəm. Biri bunun nəzəri tərəfidir. Nəzəri, yəni möminlərin, müqəddəslərin, müqəddəs kitabların, dahilərin, şəxsiyyətlərin, deməli belə şəxsiyyətlərin sözlərini sitat gətirərək, müqəddəs sözləri sitat gətirərək bunun nəzəri tərəfini deyəcəm. Ondan sonra da praktiki olarak bunun tərəfi, yəni bunun praktiki necə bunu mənimsəmək, necə başa düşüb, necə özükləşdirmək, necə bundan yaşamaq, bildiniz nətəri? Bundan yaşamaq bu. Bax, bu cavab. İki cür cavab verəcəm. Əslində, insanlığın 4 nizamlayıcı prinsipinə əməl edənlər üçün bunun çox qısa cavabı var. Qısa cavabı var. İnsanlığın 4 nizamlayıcı prinsipinə əməl edənlər üçün bunun 4 dənə qısa cavabı var. Yəni ki, günahın 4 dayağından azad olmuş insanlar üçün bunun çox qısa cavabı var. Yəni, hansıdır 4 dayaq? İnsanlığın 4 nizamlayıcı prinsipi və günahın 4 dayağı. Heyvan öldürüb ətin yeməmək, zorakılıqdan kənar durmaq, bildiniz, ət, balıq, yumurta, bu məhsullardan kənar durmaq. Bunlar həm zorakılıq qidasıdır, həm də cəhalət. Yəni, insanı cəhalətə qərq edir. Cəhalət nədir? Mən bu bədənəm, bədən konsepsiyasına. İkincisi, bihuş edici maddələri qəbul eləməyənlər, sigaretdir, spirtli işçidir, qara çaydır, kofedir, yəni tərkibindən narkotik olan hər bir şey, insanın iradəsindən məhrum edən hər bir şey bihuş edici maddə kateqoriyasındadır. Üçüncüsü, heç bir qumar oyunları, azarkeşli oyunlar, maliyyə mahinaçalarında iştirak eləməmək. Dördüncüsü də zinakarlıq eləməmək, nikahdan kənar münasibətlərin olmaması. Bax, bu 4 dənəsi, 4 dənəsinin varlığı günahın 4 dayağıdır. Günah, bu 4 dənəsi varsa, günahlı həyat deyirlər o həyata. Bu 4 dənəsi olan həyata deyirlər günahlı həyat. Yəni, bu dayanmadan günah eləməklə məşğuldur belə insan. Bunların olmamağı, bunları nəzarət edən insan isə insanlığın prinsiplərinə əməl edir. Ona görə deyirlər ki, gəlin birinci insan olağın, ondan sonra müsəlman olağın, xristiyan olağın, krişnait olağın, həkim olağın, müəllim olağın və s. Ona deyirlər ki, alim olmaq asandır, insan olmaq çətindir. Çünki insan olmaq üçün bu 4 dənə prinsipə ciddi sürətdə əməl etmək lazımdır. Ona görə də insanlığın 4 prinsipinə ciddi şəkildə əməl edənlər üçün bu sualın qısa cavabı belədir. İnsan həyatının mənası, mahiyyəti, təyinatı, ali məqsədi və bir də insanın ən ümdə borcu. Bu 5 dənə şey. Bax, bunu nəzəri və praktiki şəkildə başa düşüb bilən insan üçün bu sualın cavabı avtomatik olaraq açılır. Avtomatik, başa düşdünüz? Ehtiyac qalmır, bu sualı heç verməyə ehtiyac qalmır. İnsan həyatının mənası nədir? İnsan həyatının mənası həzz almaqdır ki, 2 cürdür. Bir cür həzz almaq insanı cəhalətə qərq eləyir, o birisi cür həzz almaq insanı möminləşdirir. Bildiniz? Seçim bizdikdir.
İkincisi, insan həyatının mahiyyəti. Bu, insanın özünün xəstəlik, doğuluş, xəstəlik, qocalıq, ölüm kimi 4 dənə fundamental problemə qalib gəlməsidir. Buna nə deyirlər? Özünü bu 4-ünə məhkum olandan fərqli olduğunu dərk eləmək. Bu 4-ünə məhkumdur bizim fiziki bədənimiz, mən də bədən deyiləm. Buna deyirlər insan həyatının mahiyyəti. Özünün cisimdən fərqli olduğunu dərk eləmək. İnsan həyatının təyinatı nədir? İnsan həyatının təyinatı bu həyatın fundamental məsələləri barədə, mütləq həqiqəti barədə sual verməkdir. Mütləq həqiqəti. Mütləq həqiqəti həyatın. Yəni ki, o həqiqətlərdir ki, hansılar zamanın fövqündə duran təbiətdir. Zamanı tabi olmayan, bildiyiniz həqiqətdir. Həqiqətlər. Yəni, mütləq həqiqət insanın ruhu, öz şəxsiyyəti, bir də Tanrı barədə, qarşılıqlı münasibətlər barədə sual verib cavab almaq. Bu, insan həyatının təyinatı, yəni insan bədəninin təyinatıdır. Dördüncüsü də nədir? İnsan həyatının ən ali məqsədi. İnsan həyatının ən ali məqsədi həyatın ən ali duyğusudur. Həyatın ən ali duyğusu sevgidir. O sevgi ki, hansı ki, sırf ruhun, insanın ruhi şəxsiyyətinin nə idi? Var dövlətidir, malı mülküdür. Bildiniz, o sevgi. Yəni, cismani səviyyədə bu sevgi deyil, cismani səviyyədə olan şəhvətdir. Sevgi sırf ruhi anlayışdır. Bu da insan həyatının ən ali məqsədidir. Tanrıya qarşı sevgini qəlbində bərpa eləmək. Bax, bu 4 dənəsini biləndə insanın ən ümdə borcu da 5-ci. İnsanın ən ümdə borcu da bu daim minnətdarlıq əhval-ruhiyyəsində olmaqdır. Minnətdarlıq eləmək insan həyatının borcudur, insanın borcudur. Bax, bu 5 dənəsini bilib, başa düşüb, mənimsəyən insan üçün bu sual heç doğmur. Başa düşdünüz? Heç bu sual belə insanın ağlında doğmur. Əgər bu insan ağlında bu sual doğursa, deməkdir ki, bu 5-ini ya bilmir, ya yarımçıq bilir, alayarımçıq bilir, ya nəzəri olaraq bilir, amma praktik olaraq bilmir, ya həyatına tətbiq edə bilmir. Bildiniz nə tərəf? İndi məsələnin nəzəri tərəfi müqəddəs kitablara əsaslansaq, niyə görə mömin təbiətli insanlar, niyə görə xeyirxah insanlar adətən zəngin olmurlar, adətən. Amma tarixdə çoxlu nümunələr var ki, belə insanların da içində zəngin olanlar olubdur. İndi də var. Amma adətən bu belə olur. Bu, müasir dünya, müasir həyatda bu daha çox qabarıq şəkildə özünü bir üzə verir. Bunun səbəbi odur ki, bu sualın bu cür qoyuluşunun və məsələlərin bu cür olmağın səbəbi odur ki, bir sivilcə insan cəmiyyəti var, bir də qeyri-sivil insan cəmiyyəti var. Sivil insan cəmiyyəti o cəmiyyətə deyirlər ki, o insan həyatının 4 dənə fundamental problemin həll eləməyə qadir olan bir institut yaradıbdır və o institutla cəmiyyət idarə olunur. İnsan həyatının 4 dənə ən fundamental probleminə sanskrit dilində deyirlər Janma mrityur jara vyadhi, Janma mrityur jara vyadhi. Janma doğuluşdur, mrityur ölümdür. Jara qocalıqdır, vyadhi də xəstəlikdir. Doğuluş, xəstəlik, qocalıq, ölüm kimi 4 dənə fundamental problemi həll eləməyə qadir olan institutun tətbiq olunduğu bir cəmiyyətə deyirlər sivil cəmiyyət. Amma o cəmiyyətdə ki, bu 4 dənə fundamental problemi həll edə bilmir insan, İndi o cəmiyyətdə sən zənginsən, sən kasıbsan, sən alimsən, sən savadsızsan, bisavadsan. Fərqi nədir ki, sən bu 4 dənə fundamental problemi həll eləməmsən. Ona görə də mən birinci dediyim o 4 dənə insanlığın prinsiplərinə əməl edən adam üçün, eləyə bilməyən adam üçün bu məntiqin heç bir gücü yoxdur. Bu məntiq belə insanı rahatlandırmır. Bu əlin yeldirdə əşi başını bıraq deyir, gedir. Başa düşdünüz? Çünki onun o birinci 4 dənə insanlığın prinsipindən problemi var. Yəni ki, zorakılıq işlətmək, bihuş edici maddə qəbul eləmək, zinakarlıq eləmək insanın əlindən bütün nəcib qabiliyyətlərin hamısını alır. Ona görə də nə özünün, nə onu əhatə edən aləmin nəcib qanunlarını dərk eləyə bilmir.
Sadəcə olaraq 4 dənə heyvanın instinktin üzərində köklənir. Yemək, yatmaq, seks, özü qorumaq. Yemək, yatmaq, seks, özü qorumaq və bunun təkmilləşdirilməsini, mükəmməlləşdirilməsini, komfortlaşdırılmasını, daha da təmtəraqlaşdırılmasının adını qoyur elmi texniki tərəqqi. Bax, bugünkü gündə cəmiyyət qeyri-sivil cəmiyyət kateqoriyasındadır bütün planetdə, hər yerdə qeyri-sivil. Yəni, sivil cəmiyyətin dediyim kimi şeylərinə əməl eləmir də, prinsiplərinə. Qeyri-sivil cəmiyyətdir. Yəni, heyvani instinktlər üzərində bərqərar olmuş cəmiyyətdir. Yemək, yatmaq, seks, bir də özü qorumaq. Belə cəmiyyətdə insan özünü cahil olduğuna görə, insan özünün həddindən artıq bədən konsepsiyasının olduğuna görə, bədənlə eyniləşdirdiyinə görə, o, insan həyatının mənasını da, mahiyyətini də, təyinatını da, ali məqsədini də bu məxsus olduğu özündən ətrafda axtarır. Mən bədənəm, bədən də bax bu aləmə məxsusdur. Mən özümü bu aləmlə eyniləşdirirəm, bu maddiyyatla. Ona görə də nə qədər çox bu mən əhatə eləyən aləmdən nə qədər çox əldə edirəm, qapazlayıram, malik oluramsa, o qədər mən özümü uğurlu sayıram. Uğurlu sayıram, başa düşdünüz? Amma insan həyatının 4 dənə fundamental problemini həll eləmədiyimə görə mən cahil kateqoriyasındayım. Buna görə də qeyri-sivil cəmiyyətdə, bu özünü bədənlə eyniləşdirən qeyri-sivil cəmiyyətdə, bu bədənin məxsus olduğu dünyanın malından, mülkündən nə qədər çoxa maliklənsə sən qəhrəmansın. Başa düşdünüz? Və beləsi sözün əsl mənasında özünün daxili tələbatlarını ödəməyə qadir olmadığına görə əldə elədikləri ilə itirdiklərinin arasında fərqi görəndə o özünün mövqeyini dayanmadan təbliğ edir. Ona görə də belə insan olur cəmiyyətin qəhrəmanı. Yəni, istənilən yolla zənginləşmiş insan hal-hazırki cəmiyyətin qəhrəmanıdır. Hətta Amerikan prezidenti belə bir dənə varlanmış adamı götürüb qoyub özünün yanında böyründə otuzdurub eləyib onun üzrə muavin. Başa düşdünüz nə tərəf? Amerika kimi dövlətin. Buna görə də belə insan cəmiyyətdə diktə eləyir ki, ləyaqət nədir? İnsanın ləyaqəti nə ilə ölçülür? Ləyaqətli insan, hər bir insan həmişə ləyaqətin qayğısına qalır. Kasıb oldu, varlı oldu, fərqi yoxdur. Ona görə də ləyaqətin ölçü vahidini qoyur belə insan özünün dünya görüşünə uyğun olaraq. Bu cəmiyyətin qəhrəmanıdır. İstənilən yolla özünün bədənlə eyniləşdirmək şuurunda olduğuna görə istənilən yolla mal-dövlət toplayıbdır özünə. Var-dövlət zənginləşibdir, başa düşdünüz. Və o özünün nəylərini təbliğ edir. Hansınla ki, niyə o özünü təbliğ edir onlar? Ona görə ki, o məmnun deyil, xoşbəxt deyil. Uğur xoşbəxtlik deyil, müvəffəqiyyət xoşbəxtlik deyil, həzz xoşbəxtlik deyil. Bunların heç biri xoşbəxtlik deyil. Bunların heç biri insana xoşbəxtlik gətirmir. Uğur, müvəffəqiyyət, həzz. Bunların heç biri insana xoşbəxtlik gətirmir. Bunlar hamısı insanı xoşbəxtlikdən uzaqlaşdırır. Bildiniz? Ona görə də o uğur, müvəffəqiyyət əldə edibdir, həzz alır, amma xoşbəxtlik yoxdur. Ona görə o onu özünə, öz daxilindəki duyğularına haqq qazandırmaq üçün ki, çünki öz daxilinə gedəndə xoşbəxtliyi olmadığına görə, o daxilinə gedəndə itirdiyi ilə tapdıqları müqayisə eləyəndə itirdiklərinin sonsuzluq qədər çox olduğunu görəndə tapdıqları ilə müqayisədə o adam özünə haqq qazandırmaq məcburiyyətindədir ki, özünə haqq qazandırmaq istəyir. O özünə haqq qazandırmaq üçün özünün əldə elədiyi nailiyyətləri təbliğ edir. Cəmiyyətə yeridir onu. Bax, bu saat planetin üstündə belə bir şuur hökmranlıq edir. O, onu yeridir başqalarına, hər vasitədən istifadə edir. Texnologiyadan istifadə edir, təhsildən istifadə edir, mədəniyyətdən istifadə edir, hətta dindən də istifadə eləməyə bacarır o. Bildiniz nətər? Hətta dindən. Və s. Bax, bütün variantlardan, bütün rıçaqlardan istifadə edir, bunu təbliğ edir. Ona görə də kütlə yerdə qalan insanların hamısı məcburdur bu və ya digər rəhbərliyin altında geçsin, bu və ya digər hökmranlığa tabiçilik göstərsin. Nə eləyə bilər ki? Buna bir şey ki, buna 6 yaşından, orta məktəbin 1-ci sinfindən buna uyğun təhsil verirlər. Necə varlanmaq? Bu cür belə deyil bəyən, bu cür belədir, bu saat belədir. Təbliğat bu saat bunun üstündə gedir. Necə varlanmaq, necə zənginləşmək? Başa düşdünüz?
Və belə insan ailədə də atanın, ananın da gözündə uca görsənir oğul. Əgər o yaxşı pul qazan olubsa, zənginləşibsə, varlanıbsa, atasının, anasının gözündə də görsənir. Evdə ər arvadının gözündə də yüksəlir, övladların gözündə də yüksəlir belə insan. Ona görə də ləyaqəti, insan ləyaqətini burada tapır. Bildiniz? Hər bir insanın da ləyaqətə ehtiyacı var, öz ləyaqətinə. Bildiniz nətər? İnsan istədi, istər-istəməz öz ləyaqətinin qayğısına qalır. Ləyaqət layiq olmaq sözündəndir. Mən yaşadığım cəmiyyətə layiq olmalıyam və yaxud da ki, zənginləşənə qədər o yaşadığı cəmiyyətə layiq olmaq istəyir. Zənginləşəndən sonra isə o xoşbəxtlik tapmadığına görə cəmiyyətin özünə layiq olub-olmadığını, qayğısını çəkir. Əgər cəmiyyət ona layiq deyilsə, köçüb başqa yerə gedir. Məsəl üçün, o Elon Musk'dır, nədir deyirlər, o milyarder. Deyir ki, indi mən köçüb getmək istəyirəm Marsa. Yəni, yer cəmiyyəti mənə layiq deyil. Yəni, cəmiyyəti özünə layiq bilməyəndə insan köçüb gedir başqa yerə. İmkanı var, zənginləşib, uğur qazanıb, pulu var, köçüb gedir Avropaya, Amerikaya, Kanadaya və s. Amma zənginləşənə qədər özünün cəmiyyətə layiq olmasının qayğısını çəkir ki, cəmiyyət maşın bəhsə-bəhsi gedir, qadınların hərəsini bu saat, maşını olan qadınlar cəmiyyətdə indi bu saat nədirlər? Daha çox belə ləyaqətli hesab olunurlar. Maşını var bunun. Fərqi yoxdur nə yolla əldə edildi. İndiki cəmiyyətdən danışıram, bildiniz. Ev olmalıdır, evin içi bu cür olmalıdır, övlad belə təhsil almalıdır, repetitorların yanına getməlidir, daha yaxşı olar ki, gedir İngiltərədə təhsil alsın, ya İstanbulda, Türkiyədə təhsil və s. və s. Bunların hamısı zahiri ləyaqətdir, başa düşdünüzmü? Və s. Mən bəzilərini deyirəm sizə. Ona görə də sivil cəmiyyətlə qeyri-sivil, bu qeyri-sivil cəmiyyətin dünya görüşüdür. Və bu, əsas məsələ oradadır ki, bu insanın nədir? Daxili tələbatların ödəməyə qadir olmayan bir dünya görüşüdür. İnsanın daxili tələbatları, insanın daxili sülh əmin-amanlığıdır, məmnunluğudur, rahatlığıdır. Bildiniz, bax, bu daxildə buna insan əldə edə bilmir. Sübut, belə insanların küllü miqdarda pis vərdişləri olur. Belə insanların küllü miqdarda asılılıqları olur. Bu faktdır. Pis vərdişləri, asılılıqları olur. Pis adət-ənənələri olur. Pis, necə deyirlər, pis keyfiyyətləri olur. Başa düşdünüz, belə insanlarda. Qeyri-əxlaqi və s. və s. Buna görə də, deməli, qeyri-sivil dünya görüşü bunu bugünkü gündə belə ortalığa çıxardır ki, hətta baxırsan ki, möminliklə məşğul olan, bu və ya digər ibadət eləyən, dini prinsiplərlə, hər hansı bir, İslamda olsun, Xristianlıqda olsun, Hinduizmdə olsun, Buddizm, fərqi yoxdur. Hətta burada olan insanlar özləri belə, bu cür insanların, bu cür dünya görüşünün qarşısında hərdən aciz qalırlar. Və bu, onları da narahat edir, görürsən ki, sual ver, nəyə görə? Bax, bu qədər insan möminlik eləyir, bu qədər insan təmizlik eləyir, xeyirxahlıq eləyir, amma pul ondan qaçır. Amma o birisi, üzr istəyirəm hamıdan, hər cür oyunlardan çıxır, negativ hərəkətlər eləyir, negativ münasibətlər və s. Amma pul zənginləşə gedir. Bildiniz? Buna görə də bir dəfə Birləşmiş Millətlər Təşkilatının bir nümayəndəsi, Azərbaycandan olan nümayəndəsi ilə söhbətimiz oldu. O dedi ki, Birləşmiş Millətlər Təşkilatı çox, nədir, azaboyçinli deyirlər, Azərbaycanlı da qayğıya qərq olubdur ki, fikrə qərq olub ki, dövlətlərdə, xüsusi Avropa dövlətlərində insanlar dövlət qayda qanunlarını pozmadan zənginləşirlər, amma bu vaxt onların daxili potensialları, zahiri zənginlikləri arasında çox böyük fərq olur. Daxili mənəvi potensialı ilə onun zənginliyin arasında çox böyük fərq yaranır və biz o balansı yarada bilmirik. Ona görə də həddindən artıq varlananlar və kasıblaşanlar nəyi yaranır? Başa düşdünüz? Həddindən artıq kasıblaşma ilə həddindən artıq varlanma. Polyarlaşma deyirlər üstündə, polarizasiya. Bax,
Yəni, belə bildiniz nətəri? Həddən biz o balansı yarada bilmirik. Ona görə bizə lazımdır sözün əsl mənasında ruhi biliyi olan insanlar ki, onlar həddindən artıq varlanıb, amma daxili potensialları olmayan, zahirdə zənginləşən, onlarla kasıbların arasında nə yaratsın? Balans yarada bilsin. Bax, bu qeyri-sivil cəmiyyətin nə idi? Əhval-ruhiyyəsidir. Ona görə də təbii olaraq bu sual ortalığa çıxır. Amma sivil cəmiyyətdə o prinsiplər var ki, sivil cəmiyyət hansı ki, indi bu saat mövcud deyil, planetin üstündə 5000 il bundan qabağa qədər o mövcud olmuşdu. Sivil cəmiyyətin isə elə bir mexanizmi var ki, sivil cəmiyyətin mexanizmi, bütün mən dedim deyə, məsələn, nəzəri tərəfini deyəcəm, sonra praktiki. Nəzəri olaraq sivil cəmiyyətin nümayəndələri bütün müqəddəs şəxsiyyətlərdir, peyğəmbərlər, imamlardır deyək ki, müqəddəs yazılardır, son nəticədə Tanrının özüdür. Onlar sivil cəmiyyətə dəvət edirlər insanları yaşamağa. Sivil cəmiyyət o cəmiyyətdir ki, orada o prinsiplər, o qaydalar, o dünya görüşü tətbiq olunur ki, o ictimaiyyət institutu tətbiq olunur ki, hansı ki insanın həyatın bu 4 dənə fundamental problemin həll eləməyə istiqamətində apara bilir. Doğuluş, xəstəlik, qocalıq, ölüm, can, mamritür, caraviyyəti. Bu və bir də insanın xoşbəxtliyin qayğısına qalır. Uğurunun, müvəffəqiyyətinin, həzzinin yox. Uğurun, müvəffəqiyyətinin, həzzinin yox. Xoşbəxtliyin qayğısına qalır. Mən dedim ki, uğur, müvəffəqiyyət, həzz insanı xoşbəxtlikdən uzaqlaşdırır. Bunlar insana xoşbəxtlik gətirmir. Əksinə onlar insan xoşbəxtliyinə mane olurlar. Xoşbəxtlik avtomatik olaraq bunların üçünü də özündə saxlayır. Yəni, xoşbəxtliyin içində bunların üçü avtomatik vardır. Uğur, müvəffəqiyyət, bunlar xoşbəxtliyin içində vardır, həzz. Tərkib hissəsidirlər, başa düşdük. Amma xoşbəxtlik özü bunlardan çox üstün bir şeydir. Real xoşbəxtlikdən söhbət gedir. Amma bunların olması hələ demək deyil ki, insan xoşbəxtdir və biz bunu kör görürük, biz bunu görürük cəmiyyətdə. Çünki xoşbəxt insanın kriteriyaları var. Xoşbəxt insanın kriteriyaları var ki, o kriteriyalara uyğun gəlməlidir insan ki, deyəsən bu xoşbəxtdir. Real xoşbəxt olan kriteriyaların birincisi sadəlikdir. Əgər insan sadədirsə və sadəliyindən xoşbəxtdirsə, sadəliyindən məmnundursa, sadəliyinə fəxr eləyirsə, bildiniz, o demək ki, o insan xoşbəxtdir. Xoşbəxt insanın ikinci kriteriyası odur ki, belə insan həyatında pis vərdişi yoxdur. Heç bir pis vərdişi yoxdur. Belə insan, insanlığın 4 prinsiplərinə ciddi şəkildə əməl edir. O demək ki, xoşbəxtdir. Xoşbəxt insanın, bunlar hələ 2 dənə kriteriyasını mən sizə dedim. Ona görə də sivil cəmiyyətdə tətbiq olunan prinsiplər insanı doğuluş, xəstəlik, qocalıq, ölümün əlindən almağa qadir bir sistemdir, institutdur və bir də insan xoşbəxt olmağın qayğısını çəkirlər. Bildinizmi? Kim? Ölkəni idarə edən şah, xalqa, millətə təhsil verən müəllim, bir də övlad dünya gətirib tərbiyə edən valideyn. Bunların üçünün də borcudur, himayəsində olanların xoşbəxtliyin qayğısına qalsınlar və bir də onları doğuluş, xəstəlik, qocalıq, ölüm kimi 4 dənə fundamental problemin caynağından qorusun. Bax, bunu bacaran cəmiyyətə deyirlər sivil cəmiyyət. Bildiniz? Sivil cəmiyyətdə isə gördüyümüz kimi bunların hamısı insanın cisminə aid deyil. Yəni, doğulan, xəstələnən, qocalan, ölən bədən daxı. Necə bədəni eləyə bilərsən ki, doğulmasın, xəstələnməsin, qocalmasın, ölməsin? Bədən doğulacaq, xəstələnəcək, qocalacaq, olacaq. Mümkün deyil, kimin bədəni olursun, mömin insan bədəni olsun, ya günahlı insan bədəni, fərqi yoxdur. Elə deyil, bəli. Ona görə də sivil cəmiyyətin tədris sistemi, təhsil sistemi, təbliğat sistemi, mədəniyyət sistemi hamısı insanlara nəyi gətirir? İnsanlara o şeyi neyirlər, o şeyi öyrədirlər, başa salırlar, aparırlar, o dünya görüşünü verirlər, o həyat tərzini verirlər ki, hansında ki, insan özünün şəxsiyyətinin, mənliyinin nədən? Doğulub, xəstələnib, qocalıb, öləndən fərqli olduğunu duyur. Ona o cür təhsil verilir, ona o cür iş verilir, ona o cür məişət qurulur, ona o cür həyat tərzi verilir, ona o cür dünya görüşü verilir. Bildiniz?
Xoşbəxtlik isə insanın ruhuna aid olan bir dənə duyğudur. Ət, sümük, qan, sidik, nəcis birləşməsi bilmir xoşbəxtlik nə şeydir. Bu aparatdır, maşındır. Ət, sümük, qan, sidik, nəcis birləşməsi bizim bədənimizdir. Çox çobut nümunədə bir dənə bahalı maşın alır, oturursan o maşının rolunun dalında. Sürücü xoşbəxtdir yoxsa maşın? Maşın nətər xoşbəxt ola bilər ki, maşın aparatdır da. Sürücü xoşbəxtdir. Bildiniz? Ona görə xoşbəxtlik ruhun daima əbədi halıdır. Maddi cəhətdən uğursuzluğa düçar olan adama gəlik deyirik, ruhdan düşmə. Ruhdan düşmə nə deməkdir? Ruhdan düşmə demək ki, ruh daim xoşbəxtdir. Daim xoşbəxt və həzz içindədir o. Əbədi olaraq, o onun əbədi halıdır. Ona görə deyir ki, real xoşbəxtliyi qayğısına qalsınsa, ruhu qayğısına qalsın. Bildiniz? Ona görə də sivil cəmiyyətdə insanı bu cür tərbiyə eləyəndə bu başa düşür ki, ruhu təbiətimin, cismani təbiətimlə arasında 180 dərəcə fərq var. Bir-birinə 180 dərəcə əksdir. Su ilə yağ kimi. İnsan ruhi təbiəti ilə, ruhi mənəvi dünyası ilə, cismani dünyası 180 dərəcə bir-birinə əksdir. Mənim cismim doğulur, o doğulmazdı. Mənim cismim xəstələnir, o xəstələnməzdi. Mənim cismim qocalır, o qocalmazdı. Mənim cismim ölür, o ölməzdi. Mənim cismim fiziki bədən daim istirab gətirir. Doğuluş istirabdır, xəstəlik istirabdır, qocalıq istirabdır, ölüm də istirabdır. Bunlar hamısı istirabdır. Üstə gəl hələ bizim yerdə qalan əzab-əziyyətlərimiz, ağlımızın verdiyi istirab, başqa bizi əhatə edən canlıların verdiyi istirab, təbii fəlakətlərin gətirdiyi istirab. Görün nə qədər istirab var bu bədənlə əlaqədar. Amma ruha bundan heç bir aid deyil. Ruh da əbədi olaraq bunlardan 180 dərəcə buna əksdir. Doğulmur, xəstələnmir, qocalmır, ölmür, daimi həzz içindədir. Bunu tətbiq eləyib, praktikadan keçirdib, duyanlar bunun nə olduğunu başa düşür və ona uyğun danışır və yaşayır, başa düşdünüz. Hələ ki, insan bunu ancaq teoriya kimi, mən də bunu nəzəriyyə kimi deyirəm hələ. Hələ ki, nəzəriyyə kimi bilirsəm və insanlığın 4 dənə prinsipinə əməl eləmirsənsə, onda bu sənin üçün nəzəriyyə kimi də qalır. Ən yaxşı halda and yerinə çevrilir. Başa düşdük. Bunu deyib Məhəmməd Peyğəmbər, bunu İsa Peyğəmbər deyib, ya bunu Budda deyib, bunu Krishna deyib. Belə də and yeri kimi saxlayır. Amma həyatımıza tətbiq elə bilmirik. Həyatımıza, praktikaya gələndə narazıyıq. Praktikaya gələndə narazıyıq ki, niyə görə bədənimə zənginləşdirə bilmirəm özümü, niyə görə varlana bilmirəm, niyə görə özümə komfort yarada bilmirəm, niyə görə özümə maşın ala bilmirəm, nə bahalı, təmtəraqlı ev tikə bilmirəm və s. Praktikaya gələndə. Bax, buna görə də deməli, sivil cəmiyyətdə tətbiq olunan bilik, verilən təhsil, praktikadan keçirilən dini prinsiplər, sonra qoyulmuş mədəni, milli qayda qanunlar və s. əxlaq qaydaları, ailə institutu, qadın-kişi münasibətləri, uşaq böyütmək, torpaq əkib becərmək və s. hamısı. Sivil cəmiyyətdə bunun hamısı elə qurulub ki, hər şey insanın bax bu 4 dənə fundamental problemin həlli istiqamətində gedir, bir də insan xoşbəxtliyinə xidmət edir. Bildiniz nətər? Belə olanda insan dünya görüşü görəndə ki, mən fiziki bədənimdən fərqli olan bir varlıq olduğuma görə bu 4 dənə problemin, fundamental problemi həll eləyə bilmirəm. Deməli, mən bədənimdən fərqli olduğumu başa düşüb, bu istiqamət hərəkət edəndə insan bir ömrün içində tədricən bu şuurda bərqərar olur. Oturur ki, hələ ölüm gəlib çatmamış, qocalıq, xəstəlik bunun başının üstünü kəsməmiş, bu şuurda bərqərar olur ki, mən bədənimdən fərqli bir varlığam. Belə insanın dünya görüşü, belə insanın fəaliyyəti, belə insanın münasibətləri tamamilə fərqli olur. Tamamilə fərqli olur. Başa düşdünüzmü? Bunun üzərində durubdur bütün müqəddəs kitablar, bunun üzərində durub bütün peyğəmbərlər, imamlar və dahilərin təlimləri, başa düşdünüz? Bax, bunun üzərində durub. Son nəticədə Tanrı. Ona görə bu cür düşüncə tərzinin insanı deyir ki, fikirləşir ki, deməli, mən təbiət etibarı ilə cismə 180 dərəcə əksəmsə, düzdür, deməli, mənim dəyərlər sistemim də oradakılardır. Buradakılar deyil, fiziki bədənlə əlaqədar olan deyil. Yəni, mən xoşbəxt olmaq istəyirəm, mən sevib sevilmək istəyirəm, mən həzz almaq istəyirəm, mən bilik istəyirəm, mən var-dövlət istəyirəm, mən gözəllik istəyirəm, mən güc istəyirəm və s. Amma mən bilmirəm ki, mən kiməm.
Mən özümü bu ət sümük konsidik nəzik birləşməsi hesablayanda, bax bütün bu dəyərlərin hamısını bu bədənə aid olaraq axtarıb, bədənin məxsus olduğu aləmdə axtarıram. Bu maddi dünyada bildiyiniz. Amma bu yanlış olduğuna görə yanlışlığı nədən gəlir ki? Bu yanlışlıq ondan irəli gəlir ki, mən həyatın 4 fundamental problemin həllində acizəm. Nəyə enerji sərf edirəmsə hamısına qocalıqla ölüm bir dənə möhür vurur, məni tutulur və məni bundan sonra ancaq məyusluq, bikeflik, qəm, qüssə, kədər gözləyir. Vəssalam. Nəticə bu olur, başa düşdünüz? Heç bir xoşbəxtlikdən söhbət gedə bilməz. Ona görə də sivil cəmiyyətin insanı görəndə ki, mən bədənimdən fərqli bir varlığam, ondan həmən sadaladığım dəyərlərin hamısını da o mənə aid olanda axtarır. Mənə aiddir. Mən bədənimdən fərqliyəm, ruhi təbiətli şəxsiyyətəm. Deməli, mən xoşbəxtliyim, həzzim, biliyim, gücüm, var dövlətim, sevgim və s. hamısını ona aid olanlarda axtarmalıyam. Ona aid olanlarda. Yəni, özümün ruhi şəxsiyyətimə, başa düşdünüz. İndi mən ruhi təbiətimdə, cismani təbiətimi yüksəkdə dərəcəsi olanda, o dünya görüşündə, yəni sivil insan cəmiyyətinin dünya görüşündə bərqərar olmuş insan başa düşür ki, cismim üçün nə qədər minimum götürərəmsə, o qədər mən irəli gedəcəm. Çünki cisimlə ruh bir-birinə yüksəkdə dərəcə əksdir. Məhəmməd Peyğəmbər Sallallahu sözünə gəldi. Cisminizə nə qədər rahatlıq, komfort yaratsanız, ruhunuz o qədər istirab çəkəcəkdir. Bildiniz? Bu o vaxta qədər nəzəriyyə olaraq qalır ki, insan insanlığın 4 dənə prinsipinə ciddi şəkildə əməl eləmir. İnsan insanlığın 4 dənə prinsipinə ciddi şəkildə əməl eləməyəcəyinə qədər bu peyğəmbərlərin, imamların, dahilərin sözləri ancaq Rus demişkən, krasivi slova. Elə bir ki, ancaq yaxşı belə, necə deyilər, özüvə toxtaqlıq vermək kimi şeyində qalır. Özüvə toxtaqlıq verirsən. Yaxud da ki, pişiyin əli qatığa çatmayanda deyir, bəcidir. Yaxud da ki, tülkü tullanır üzümü qopartmağa, tülkü tullanır üzümü qopartmağa, əli çatmır da, qoparda bilmir. Axırı başını sarıqsız, sonra onsuz da turşdur da, çönüb çıxıb gedir. Başa düşdünüz? Buna oxşuyur, başa düşdünüz? Elə bir ki, deyirlər ki, mömin insanlar danışanda var dövlətin, zənginliyin, təbiəti, filan beşməkan, möminlik və s. Bu bənziyir ki, bunun əli qatığa çatmır, ona görə pişiyin əli qatığa çatmır deyir. Buna oxşur. O vaxta qədər ki, insan hələ insanlığın 4 dənə prinsipinə ciddi şəkildə əməl eləmir. Bildiniz? Belə insan üçün bu söhbətlər, mənim danışıqlarım hamısı nəzəriyyədən başqa bir şey deyil. Deyir, krasivi slova, bu iboçi neçivo, dostlar demişlər. Yəni, gözəl, qəşəng sözlərdən başqa bir şey deyil. Ona görə də bu cür insan görəndə ki, bunun dəyərlər sistemi onun ruhi şəxsiyyətindədir, cismində deyil. Yəni, həmən bu sadaladığımız dəyərlər sisteminin hansına ki, hamı can atır, milyoner də can atır bugünkü gündə, dilənçi də. Gözəlliyə, həzzə, xoşbəxtliyə, məmnunluğa, biliyə, gücə və s. Bunların hamısına, bunlar dəyərlər sistemidir bizim, bildiniz, sevgiyə və s. Bunların hamısı insanın ruhi şəxsiyyətində, bunların realı insanın ruhi şəxsiyyətinə aid olandır. Cisminə aid eləyəndə, yəni insan özünün ruhi şəxsiyyətini unudub cisimlə eyniləşdirəndə, bunların hamısı proyeksiya edir cismin üzərinə və insan dolaşa gedir burada. Bildiniz nətəri? Özündə negativ keyfiyyətlər inkişaf elətdirə gedir, bir-birinin ardınca. Ona görə bu cür dünya görüşlü insan fikirləşir ki, deməli mən cismimə aid olanlardan minimuma indirməklə ruhi təbiətimi maksimuma qaldıracam. Buna deyirlər sivil insan dünya düşüncə tərzi, sivil cəmiyyətin təbliğatı, təhsil sistemi. Çünki cisimimlə ruhun yüksəkdə dərəcə bir-birinə əksdir. Deməli, mən cismimə nə qədər minimum götürərəmsə, o qədər mənim ruhi təbiətim oyanacaq, qabağa gəlir və o qədər də mən bu dəyərlərin realına tərəf gedəcəm, həqiqisinə, saxtasına yox. Buna görə İncildən İsa Aleyhisselamın sözünün üstə gəldi. İncildən İsa Aleyhisselam deyir ki, çoxa malik olan varlı deyil, aza qani olan. Nə qədər aza qanisən, o qədər varlısan. Azı olanlar özünü kasıb sayırsa, o bədbəxt adamdır. Bildiniz, ona görə də beləsinə deyərlər ki, get varlan da.
Ha? Amma aza qani olmaq o demək ki, sən az nə qədər azla xoşbəxtsənsə, məmnunsansa, sən o qədər varlısan. Çünki sənin var dövlətini ruhunda tapmısan. Belə insan özünün real var dövlətini tapıbdır. Real var dövlətini, real, həqiqi, saxta yox. Yəni realla saxtanın fərqi ondadır ki, xəstəlik, qocalıq, ölüm əlindən aldıqları hamısı saxtadır. Amma o şey ki, sən xəstəlik, qocalıq, ölümdən ala bilməyəcək, ona deyirlər real. Başa düşdünüz? Ona görə də belə cəmiyyətin insanı o insan olur ki, nə qədər minimum götürüb və məmnundursa, qanidirsə, xoşbəxtdirsə, o qədər o varlıdır. Ona görə də sivil cəmiyyətin qəhrəmanı olur tərki dünya insan. Tərki dünyasının sivil cəmiyyətin qəhrəmanıdır. Qeyri-sivil cəmiyyətin qəhrəmanı kim idi? Qayıdıram geriyə. Mən dedim kimdir? Qeyri-sivil cəmiyyətin qəhrəmanı bu dünyanın malından nə qədər çox qamarlaya bilibsə, nə qədər çox altına doldurubsa, özünə yığıbsa, bizim müasir dildə desə də zənginləşmir. O insan bu dünyanın qəhrəmanıdır. Özdə fərqi yoxdur hansı yolundan qazanıb onu, tapıbdır. Əsas odur ki, o ki yığıbdır, başa düşdünüz. Bu saat odur. Ona görə də deyir ki, paryadıçını, belə deyirlər, ruslar deyir, paryadıçını. Yəni ki, mədəni insanlar da hətta bu cür insanların təsir altına düşürlər. Və o belə insanlar istirab çəkirlər, mədəniliyindən istirab çəkirlər. Paryadıçın olmağından, mədəni olmağından istirab çəkirlər. Deyirlər ki, kaş ki mən heç mədəni olmayaydım, belə axmaq olaydım, amma varlı olaydım. Başa düşdünüz nətəri? O dərəcəyə gəlib çatır. Ona görə də sivil cəmiyyətin qəhrəmanı bu kimdir? Bu tərki dünya insandır. Onlara deyirlər sanyasilər. Sanyasi, sivil cəmiyyətin qəhrəmanı tərki dünya. Yəni ki, burada yaşaya-yaşaya, bu bədəndə ola-ola, burada belə ola-ola, belə gənc yaşlarından ola bilir. Bu saat Krishna Şura, beynəlxalq Krishna Şura hərəkatında belə şəxsiyyətlər vardır. Elə burada yaşaya-yaşaya 30 yaşından, 40 yaşından, nə bilim 20 yaşından tərki dünya həyat tərzini qəbul edir ki, yəni mən cismimə aid olan hər bir şeydən imtina eləyir, heç nə götürmür özünə. Nəyi də var, hamısını həsr edir ancaq xidmətə. Bildiniz, ruhun dirçəlişi üçün xidmətə. Tanrını razı salmaq üçün xidmətə. Başa düşdünüz? Sanyas olur, ona görə sivil cəmiyyəti haqqında əhvalatlara biz gedəndə, geri zaman oxu boyunca geri gedəndə, biz alınacaq sivil cəmiyyət. Nə qədər çox geri getsək, o qədər çox güclü sivil insanlar olacaq. Bildiniz nə qədər? Nə qədər geriyə getsək, o qədər sivil cəmiyyətə gedəcək. Sivil cəmiyyət deyilən anlayış güclənə gedəcəkdir. Nə qədər getsək, 100 il, 1000 il, 2000 il, 10 min il, 100 min il, 1 milyon il, nə qədər geri getsək, o qədər sivil cəmiyyətin qatılaşması baş verəcək. Sivil insanlarla rastlaşacaq. Başa düşdünüz? Mən bayaqdan danışdığım. Ona görə də orada görəcəyik ki, şahlar, planeti idarə edən imperatorlar, tərki dünya insanların qabağında baş əyirlər. Onlar gələndə taxtı tacından düşərlər, öz taxtı tacını verərlər ki, otur burada. Bu cür şahlar elə 1000 il bundan qabaq da yaşayırdı planetin üstündə. 500 il bundan qabaq da var idi. 500 il bundan qabaq bu cür şahlar var idi planetin üstündə. Yəni ki, bu cür qeyri-sivil dünya görüşü son bir neçə yüz ilin idi. Məhsulu da ortalığa çıxdı, bildiniz. 500 il bundan qabaq belə şah var idi planetin üstündə. Hansı ki, taxtına mömin gələndə düşüb taxtına onu utuzdura bilirdi. Ona görə də mən gələcəm indi Şirmad Bhagavatam, Veda fəlsəfəsində belə bir dənə beyt var. Orada deyir ki, Tanrının kəlamıdır, baxın. Deyir ki, hər kəsin məndən ehtiyacı qədər götürməyə haqqı var. Ehtiyacından artıq istəyənlər, demir götürənlərlə, istəyənlər oğru sayılmalıdırlar və onlar maddi təbiət qanunları tərəfindən cəzalandırılacaqlar. Gördünüz, hər kəsin məndən ehtiyacı qədər götürməyə haqqı var. Ehtiyacından artıq istəyənlər, demir götürənlər, hələ istəyənlər oğru sayılmalıdırlar və onlar maddi təbiət qanunları tərəfindən cəzalandırılacaqlar. Yəni, qeyri-sivil cəmiyyətdə, cəmiyyətin qəhrəmanının istənilən yoluna zənginləşmiş adam olduğuna görə və o bütün sistemi də onun diktəsi ilə baş verdiyinə görə, üstə də gəl insanların, cəmiyyətin, insanlığın 4 dənə prinsiplə əməl eləyib özlərində keyfiyyət yaratmadıqlarına görə,
Yəni ki, Azərbaycan dilində belə bir atalar söz var. Alim olmaq asandır, insan olmaq çətindir. Sual, niyə görə insan olmaq çətindir, alim olmaq asandır? Niyə görə? Niyə görə insan, alim cəmiyyətdə ən yüksək və mövqe olduğuna görə deyirlər alim. Onun yerinə istənilən sözü qoymaq olar. Deputat, nazir, həkim, müəllim, dindar hətta qoymaq olar onun yerinə. Başa düşürsünüz, alim sözün yerinə. Bildiniz? İnsan olmaq çətindir. Niyə görə? Niyə görə insan olmaq çətindir alim olmaqdan? Ona görə ki, insan olmağın məntiqini, nəzəriyyəsini və praktikasını, dadını tuta bilməyən insan alim olmağa üstün verməyə bilmir. Müəllim olmağa, həkim olmağa, nə bilim siz, deputat olmağa, nə istəyirsiniz da, dindar olmağa üstünlük verməyə bilmir. Əgər o insanlığın dadını tuta bilməyibsə, ləzzətini duymuyubsa, bildiniz nətəri? Onun üstünlüyünü yaşaya bilmirsə, üstünlüyünü duya bilmirsə, yaşaya bilmirsə, ancaq onun üçün ən yaxşı halda ancaq onun üçün teoriyada, nəzəriyyədə qalır. Hə, insan olmaq lazımdır. Amma könül gedir, tamamilə əks hərəkət eləyir. Əks fəaliyyətlə məşğul olur, başa düşdünüz? Çünki dadı yoxdur, tutmayıbdır, yaşaya bilmir. Ona görə mən dedim ki, insanlığın 4 dənə prinsipinə ciddi sürətdə əməl eləməyincə qədər sən insanlığın alimlikdən üstünlüyünü tuta bilmirsən. Ona görə də alim olmağı insan olmaqdan üstün tuta bilmirsən, tutmaya bilmirsən. Bildiniz? Bunlar hamısı bir-birindən əlaqədar məsələlərdir, düzdür. Çünki burada söhbət nəzəriyyədən getmir, söhbət praktikadan gedir. Burada söhbət dünya görüşündən gedir. Burada həyat tərzindən söhbət gedir. Başa düşdünüz nətəri? İnsanın həyat tərzi olmalıdır ki, bunlara insan qiymət verə bilsin, dəyərləndirə bilsin. Onları davamiyyətli olaraq həyatında yaşaya bilsin, tətbiq edə bilsin. Başına gələn problemlərə, çətinliklərə sinə gələ bilsin. Özünün nədir? İnsanlığını qoruyanda. Bildiniz nətər? Bunlar hamısı praktiki məsələlərdir. Gördüyünüz məsələnin praktiki tərəfidir. Bunun üçün də insan həyatında hökmən nə olmalıdır? İnsan həyatında hökmən olmalıdır. İnsanı dad insanda yaradan şey, dad yaradan şey insanın onun düşüncəsidir. Düşüncə. Düşüncəni formalaşdırmalıdır insan. Düzgün düşüncə formalaşmayınca qədər insanda dad yaranmır heç nəyə. Düzgün düşüncə formalaşır dinləməklə, təkrar eləməkdən. Ona görə də gəlib çıxırıq nə işte dinləmək sözü, din sözü dinləmək sözün köküdür. Təkrar edirəm, mühazirələrdə bunu həmişə deyirəm mən. Dinləmək sözün köküdür, din. Din dinləmək deməkdir. Dinib danışmaq, bir dinləsənə. İnsan hər gün mütəmadi olaraq özünün real şəxsiyyəti haqqında, mənliyi haqqında, yəni ruhu haqqında və bir də onun əbədi əzəli dostu haqqında, ən belə sözün əsl mənasında real olan xeyir duaçısı və dostu haqqında mütəmadi olaraq insan dinləyərsə, belə insan həyatında həmən o insanlığın 4 prinsipinə əməl eləmək asanlaşır və bir də insan həyatında dad yaranır, dad. İnsan olmağın dadı ki o belə olanda insan olmağı heç vaxt alim olmaqdan, müəllim olmaqdan, milyoner olmaqdan, deputat olmaqdan, rəssam olmaqdan, dindar olmaqdan aşağı tutmur. Bildiniz? Amma o cəmiyyətdəki insanın həyatında bu dad yoxdur, dinləmək yoxdur, insanlığın 4 dənə prinsipinə ciddi sürətdə əməl eləmək yoxdur. Belə insan üçün gülünc səslənir hardasa. Gülünc səslənir ki, sən ona deyəsən ki, nə ehtiyac var bu qədər zənginləşməyə? Bildiniz nətəri? Nə ehtiyac var? Ehtiyacı da mən söhbətimin əvvəlindən başladım. Ya da ləyaqət məsələsi var. İnsanın real ləyaqəti onun şəxsiyyətindədir. Real ləyaqəti insanın ruhundadır, mənəviyyatındadır. İnsan o ləyaqətinin qayğısına qalıb onu yerinə qoymayan da o məcburdur zahirdən özünə süni ləyaqətlər yapışdırsın. O süni ləyaqət də cəmiyyətin diktəsidir. Cəmiyyət nəyi diktə eləyir bu saat? Mən də dedim, cəmiyyət diktə eləyir ki, cəmiyyətin qəhrəmanı istənilən yolla zənginləşmiş insandır. Ona görə də belə cəmiyyətdə hətta dindarlar belə, hətta bu və digər dini praktika ilə, ruhani praktika ilə məşğul olanlar belə özlərini itirirlər. Saxlaya bilmirlər tarazlıqlarını, müvazinətlərini, başa düşdünüz? Narahatlıq keçirdirlər, sual verirlər. Niyə görə? Mənə bu sualı verən də elə belə bir kateqoriyadandır. Nəyə görə ruhani yolda gedən insan təmizlənmək yolunda, sonra
xeyirxahlıq yolunda gedən insanlar kasıb olurlar. Və nə üçün əksinə gedən insanlar varlana gedirlər. Bu deyil, mən izah elədim. Mən elə gəl ki, hamısını izah elədim. Ona görə də burada dinləmək, mütəmadi dinləmək insanın dünya görüşünü elə dəyişir ki, həyata baxışını elə dəyişir ki, dəyərlər sistemini eləsini bərqar eləyir ki, insan daxilində xoşbəxtlik, məmnunluq duyanda, insanın dünyada, bu dünyanın cismani heç nəyindən malik olmaq həvəsi qalmır onda, heç həvəs qalmır. Bildiniz? Belə insana versən də dünya malını, o götürəcək hamısını sərf edəcək, başqalarına paylayacaq, başqalarına xidmətə, Tanrını razı salmağa, Tanrıya xidmətə sərf edəcək. Bildiniz? O dərəcədə o daxilində əvəz olunmaz bir duyğu ilə yaşayır. Bildiniz? O xoşbəxtliyin, məmnunluğun, rahatlığın, əminamanlığın duyğusu ilə yaşayır daxilində. Bu insanın başqaları ilə münasibətində özünü bir yüzə verir. Bu insanın öz həyatına, başqalarının həyatına münasibətində özünü bir yüzə verir. Bu insanın dünya görüşündə özünü bir yüzə verir. Məişətində özünü bir yüzə verir. Belə, yəni bu nəzəriyyə deyil, başa düşdünüz. O vaxta qədər nəzəriyyə qalır. Belə olanda insana deyirlər, bu zəngin insanlar, imkanlı insanlar beləsinə deyirlər, pişiyin əli qatığa çatmır, deyir bəcidir. Pişiyin əli qatığa çatmır, deyir bəcidir. Tülkünün ağzı üzümə çatmır, deyir turşdur da. Başa düşdün nətər? Buna oxşayır, bildiniz? Buna oxşamamaq üçün İnsanın real dünya görüşü olması üçün, real həyatı olmalıdır onun bu şeylər. Mənimsəməlidir insan bu şeyləri. Bu insan həyatı bunun üçündür. İnsan həyatının təyinatı nə idi dedim? Mütləq həqiqət barədə sual vermək. Mütləq həqiqət kimdir? Ruhdur, bir də Allahdır. Bir də onların arasındakı sevgi münasibətidir. Mütləq həqiqət barədə sual vermək insan həyatının mahiyyətidir. Başa düşdünüz? Təyinatı düzdür istəyirəm. Təyinatıdır. Ona görə də biz bugünkü gündə indi məsələnin praktikliyin üstünə gələyində, məsələnin praktikliyin üstünə gələyən ki, bugünkü gündə biz praktiki tərəfini deyim sizə. Praktiki tərəfi nədir? Bugünkü gündə hər bir insan bilir ki, danışdıqlarımızın praktiki tərəfi budur. Baxın, hər bir insan bilir ki, qarışqadan, milçəkdən tutmuş, daha filə qədər, nə bilim, daha bütün canlı varlıqların hamısının heç kimin iradəsi ilə baş vermir, onun həyatında olanların hamısı. Hamı iradəsinin əksinə yaşamaq məcburiyyətindədir. Nə doğuluş iradəsi ilə baş verir, yəni məndən soruşmadılar, bəlkə mən Azərbaycanda doğulmaq istəmirdim, Amerikada doğulmaq istəyirdim. Nə xəstəlik onun iradəsi ilə baş verir, gəlir xəstəlik qapını döyməmiş, sən istəmirsən. Nə qocalıq onun iradəsi ilə baş verir, heç kim qocalmaq istəmir, nə də ölüm. Bu faktdır, başa düşdünüz? Heç kim buna, sağlam düşüncəli insan buna zid gedə bilməz. Bəli. Düzdür, bəli. Praktiki olaraq. Sonra istiraf çəkmək insanın həvəsində deyil. Heç kim istirafdan ötürü çalışmır. Heç kim demir ki, gəl institut qutaraq istiraf çəkək, gəl ailə quraq istiraf çəkək, gəl gedək biraz restoranda oturaq istiraf çəkək, gəl gedək biraz Antalyada yaxud da ki, hava adalarında biraz istiraf çəkək. Heç kim belə fikirləşmir. Hamı deyir, hamı həzz istəyir. Heç kim istiraf istəmir, düzdür, hamı həzz axtarır. İndi ona görə praktiki olaraq biz belə bir şey deyəcəyik ki, hamının həzzə, xoşbəxtliyə, hamının sevgiyə, hamının mehribanlığa, qayğıya, hamının dürüstlüyə, hamının ədalətə, hamının qayğıkeşliyə kənardan, hamının gözəl münasibətlərə, təmənnasız münasibətlərə ehtiyacı var. Heç kim deyəməz ki, mənim bunlara ehtiyacım yoxdur. Hamının var. Düzdür? Məsəl üçün, hamının, hər valideynin ehtiyacı var ki, onun çox ağıllı, kamallı valideynlərinə ehtiram göstərməyə bacaran övlad olsun. Hər bir övladın ehtiyacı var ki, onun qayğıkeş, necə deyərlər, sevən atası valideynləri olsun. Hər bir insanın ehtiyacı var ki, onun mehriban qonşusu olsun. Hər bir tələbənin ehtiyacı var ki, onun namuslu, vicdanlı müəllimi olsun. Hər bir xəstənin ehtiyacı var ki, onun qayğıkeş, şirindil həkimi olsun. Hər bir xalqın ehtiyacı var ki, onların qayğıkeş, atalıq edən şahı olsun. Daimən nəyisə adalayım sizə. Hər bir ərin ehtiyacı var ki, onun, necə deyirlər,
Onun hər bir kişinin ehtiyacı var ki, onun yanında sözə qulaq asan, ehtiramlı, hörmətli, ərin qayğısına necə deyirlər, dəyər verən bir qadını olsun. Başa düşdünüz, nətər arvadı olsun. Sevimli. Hər bir qadının ehtiyacı var ki, onun böyründə qayğıkeş, diqqətçil əri olsun. Yəni bizim hamımızın daxili belə tələbatlarımız var. Daxildən gələn tələbatlar ki, hansıları fiziki cəhətdən, cismani cəhətdən heç bir zənginlik, heç bir təminatlılıq verməyə də bilir. Bu faktdır, düzdür. O qədər fiziki zəngin insanlar var ki, bu şeylərin hamısından məhrumdurlar, sadalalıqlarından. Bəs onda sual yaranır ki, bu məsələnin praktiki tərəfidir. Bildiniz nətər? Mən dedim sizə, iki cür izah edəcəm. Bəs onda sual yaranır ki, bu cür insanları hardan tapaq? Bu cür insanlar hardan yaranırlar? Bu cür insanlar necə ortalığa çıxırlar? Bu cür insanlar necə peyda olurlar? Bu cür insanlar necə tərbiyə olunurlar? Bu cür insanları kim göndərir? Hardan gəlirlər? Necə belə insanlarla ürcah olaq, rastlaşaq? Bildiniz? Necə bu cür həkim tapaq? Necə bu cür müəllim tapaq? Necə bu cür ər, necə bu cür arvad, necə bu cür övlad tapaq? Necə bu cür qonşu tapaq? Necə bu cür şah tapaq özümüzə? Ki bizim daxili tələbatlarımıza uyğun gəlsin. Başa düşdünüz? Faktdır da bu praktiki tərəfidir məsələn. Praktiki olaraq biz bunlara can atırıq. Bunları biz ortalığa çıxarda bilmirik, yetişdirə bilmir cəmiyyət beləsini, düzdür? Ona görə də bayaqdan danışdıqlarım sivil və qeyri-sivil cəmiyyəti. Başa düşdünüz? Yəni insan o vaxt belə bu şeylərə nail ola bilir ki, haçan ki insan özünün ruhi şəxsiyyətin qayğısına qalır. Özünün ruhun qayğısına qalır. Başa düşdünüz? Ət, sümük, qan, sidik, nəcis birləşməsindən ibarət olan bədəninin zənginləşməsinin dərdini çəkmir. Bədən ət, sümük, qan, sidik, nəcis birləşməsindən başqa bir şey deyil. Belə deyil. Bu ət, sümük, qan, sidik, nəcis birləşməsini sən nətəri həzz verib, nətəri xoşbəxt eləyə bilərsən zənginləşməklə. Bunun 4 dənə heyvani instinkti var. Yemək, yatmaq, seks, bir də özü qorumaq. Bax, bunu komfortlaşdırmağa xidmət edir zənginləşmək bugünkü gündə. Vəssalam. Heç kim deyə bilməz ki, mən zənginləşməyim başqa bir nəyəsə xidmət edir. Ancaq buna xidmət edir. Yemək, yatmaq, seks, bir də özü qorumaq. Bax, bu 4 dənə şeyi komfortlaşdırmağa xidmət edir. Zənginləşmək bu dünyada. İndiki vaxt, xüsusilə indiki zamanıdır. Heç kim deyə bilməz ki, bundan başqa şeyə xidmət edir. Bildiniz? Ancaq bu 4 dənəsini komfortlaşdırmağa. Amma insan həyatı özünə 4 dənə fundamental problemin həll eləmək üçün, insan həyatı zahidlik eləmək üçün nəzərdə tutulub. Zahidlik, yəni məhrumiyyətlərə getmək. Könüllü sürətdə bədənin bu 4 dənə tələbat və ehtiyaclarını minimuma endirmək. Nəcibləşdirməyə deyirlər zahidlik eləmək. Könüllü sürətdə. Onda insanın ruhu dirçəlir və o deməkdir ki, insan həyatının real dəyərlərinə üst tutur, real dəyərlərinə şans qazanır. Xoşbəxtliyin realı və saxtası, gözəlliyin realı və saxtası, var-dövlətin realı və saxtası, biliyin realı və saxtası, məmnunluğun realı və saxtası, var-dövlətin realı və saxtası, tərki dünyalığın realı və saxtası, dindarlığın realı və saxtası və s. Bütün bu dəyərlərin hamısı bir realı var, bir də saxtası. Özünün ruhi təbiətini dərk eləmək istiqamətində getməyən insan, yəni ət, sümük, qan, sidik, nəcis birləşməsinə komfort yaradan insan hökmən bu bütün bunların hamısının saxtasının dalca gedir və saxtasını əldə edir. Başa düşdünüz? İndi bunun saxtalığı ilə reallığının hansı kriteriyası var, yəni hansı sübutu var, dəlili var? Sadəcə olaraq bu pişiyin əli qatığa çatmır deyənə bəci deyən kateqoriyada deyil. Bunun reallığı nədə göstərir? Həmən insanın dünya görüşündə, həyat tərzində. Biz görəcəyik ki, o insan nə qədər narahatdır, o insan nə qədər pis vərdişlərlə doludur. Bildiniz? Nə qədər pis vərdişləri var, nə qədər narahatçılıqları var. Nə qədər o özü-özündən idarə eləmək iradəsindən məhrumdur. Nələrin köləsidir? Əlində olanın ağasıdır, yoxsa köləsidir? Varlı adam fikirləşir ki, bu varı dövlətə malikdir. Amma xəbər yoxdur ki, o əlindəki olan zənginləşdiyi o varın dövlətin köləsidir. Başa düşdünüz? Onun diktəsi altında hərəkət edir. Var dövlət, pul, sanskrit dilində Lakshmi adlanır. Lakshmi. Lakshmi, Tanrı Allah Ali şəxsin əbədi zövcəsidir. Narayanın zövcəsidir. Lakshmi Narayana. Yəni Allahın bir
qadın başlanğıcı var, bir də kişi başlanğıcı. Başlanğıc, başa düşdünüz? Qadın kişi başlanğıcı. Hökməndir. Əks halda bu qədər erkək dişi hardandır? Həşəratın da erkək dişisi var, bitkinin erkək dişisi var, quşun erkək dişisi var, balığın erkək dişisi var, insanın erkək dişisi var. Bütün hər bir şeyin erkək dişisi var. Bu o demək ki, bu mənbədən bu gəlir bu cür. Başa düşdünüz? Mənbə, Tanrının da qadın başlanğıcı, kişi başlanğıcı. Qadın başlanğıcı Lakşmidir, bəxt ilahəsi. Və o qadın qismindədir, Tanrı kişi qismindədir əzəldən. Biz onlara qadın kişi deyirik. Əslində qadın kişi anlayışı ona aid deyil. O həzz alan, bir də həzz verən sözü var orada. Vəssalamdır. Tanrı həzz alandır, puruşa deyirlər ona. O qadın başlanğıcı olanda həzz verəndə ona da prakriti deyirlər. Başa düşdünüz? Bizim səviyyəyə gəlib düşəndə biz bunun adını qadın kişi qoyuruq. Bildiniz? Və o ismətin simvoludur, ismətin rəmzidir. Maksimum, mütləq ismətli bir qadındır. Lakşmi, mütləq ismətlidir. Başa düşürsünüz, mütləq dərəcədə ismətlidir. Ərinə xidmət eləməkdir. Əbəd olaraq ərinə xidmətdə durubdur. İndi pul deyilən şey Lakşmidir. Pul deyilən şey əllərdə gəzir, ciblərdə gəzir, dollarlar, milyardlarla banklarda, hesablarda yatan pullar. Bunların hamısı Lakşmidir. Yəni Tanrının zövcəsi, rəmzi olaraq onların hamısı ona məxsusdur. Başa düşdünüz? Onun təzahürüdür. Onun bu və ya digər miqdarda təzahürüdür. O da ismət simvolu kimi ancaq ərinə xidmət edir. Deməli, bu var dövləti əldə edən insan əgər onu Tanrıya xidmətdə istifadə edə bilmirsə, o hökmən cəzalandırılacaqdır. Hökmən özünə əks reaksiya yığır, özünə negativ yığır və təbiət qanunları onu cəzalandıracaq. Mən qayıdıram yenə əvvəlki sözümün üstünə ki, Tanrı deyir ki, ehtiyacı olan qədər götürməyə hamının haqqı var, ehtiyacından artıq götürənlər hökmən təbiət qanunları tərəfindən cəzalandırılacaqlar. Bildiyiniz nətədir? Çünki oğrudur. Niyə görə? Oğru sayılmaz. Çünki oğrudur. Oğrudur, başa düşürsünüz. Yəni ki, var dövləti ehtiyacından artıq toplama oğurluq deməkdir. Vəssalam. Sən oğrusan, bildiniz? İnsanlar özlərindən qanunlar yaradıb deyə bilərlər ki, yox, qanunu, hər şeyi qanunu eləyir. Görsən, mən sizə dedim, söhbətimin arasında dedim ki, Birləşmiş Millətlər Təşkilatının nümayəndəsi dedi ki, dövlət qanunlarını pozmadan küllü miqdarda insanlar zənginləşirlər, amma onların zahiri zənginliyi ilə daxili potensialların arasında tarazlıq yoxdur. Biz o tarazlığı yarada bilmirik. Yəni, bu mənəviyyatdan istiraf çəkən adam zahirən varlana gedir. O pulu düzgün xərcləyə bilmir. Azərbaycan dedilər, pulu qazanmaq xərcləməkdən asandır, xərcləmək çətindir. Bildiniz? Niyə görə xərcləmək çətindir? Çünki o Tanrının zövcəsidir. Bildiniz? Bu şey deyil, bu dini təbliğat deyil, bu faktdır. Bu faktdır, göz qabağındadır. Bildiniz? Faktdır. Mən müşahidə elədiklərimi sizə izah edirəm, biləsiniz. Ona görə də var dövləti sən deməli ehtiyacından artıq istəyirsənsə, sən oğru kateqoriyasındasan. Malik olandan sonra sən hazır oğrusan. Oğru kateqoriyasına düşürsən istəyəndə. Amma malik olanda sən oğrusan, vəssalam. Oğrusan, sən oğrusan. İndi bir dənə qalıb ki, sənin cəzan haçan gələcək. Başa düşdünüz, haçan cəza gələcək. Bu cəza da hökmən gəlir, hökmən. Ehtiyacını artıq. Orada sual verirlər müdüriklər ki, bəs ehtiyacı nə deməkdir? Kimsə deyər ki, mənim bir dənə qəşəng bahalı Lexusa ehtiyacım var da. Bir dənə 4 mərtəbəli villəyə ehtiyacım var. Xeyr, burada deyir, ruhu bədəndə saxlamağa bəs eləyənə deyirlər ehtiyac. Ruhu bədəndə saxlamağa bəs eləyənə deyirlər ehtiyac. Başa düşdünüz? Ruhun nə yeməyə, nə yatmağa, nə seksə, nə də qorxu duyğusu yoxdur. Ruhun nə yatmağa ehtiyacı var, nə yeməyə, nə də seksə. Nə də onun qorxu hissi yoxdur. Başa düşdünüz? İndi bu 4 dənə heyvanın instinkti komfortlaşdırmağa xidmət edən var dövlət bəyəm ruha lazımdır? Yox. Deməli, bu ruhu bədəndə saxlamaq məsələsi deyil, düzdür? Bu nə məsələdir? Bu deməli, bədənlə özünü yeniləşdirib, bədəni həzz verməkdən məmnunluq duymayan insanın artmaqda olan daxili keyfiyyətləri hansılardır? Paxıllıqdır, xudpəsəndlikdir, acgözlükdür, şəhvətdir, qəzəbdir, tamahdır və s. və s. Bütün bunların hamısı içəridə arta gedir. Haçan
özü bədənlə eyniləşdirib bu ət sümük konsidik nəcis birləşməsi ilə bu bədəni zənginləşməyə var dövlətin əldə edib bunu məmnun etməyə çalışanda bu da aparatdır, məmnun olmur. Başa düşdünüz? Əks reaksiya olaraq bax bütün bu keyfiyyətlər belə insan içində başlayır bir-birinin adına baş qaldırmağa, düzdür? Ona görə də bugünkü gündə xoşbəxtliyi dalıca gedən insan, cismani cəhətdən zənginləşib xoşbəxtliyi dalıca gedən insan, baxın, şəhvətin xoşbəxt eləyir. O elə bir ki, xoşbəxtdir. Qəzəbin xoşbəxt eləyir, tamaşkarlığın xoşbəxt eləyir, paxıllığın xoşbəxt eləyir, azgözlüyün xoşbəxt eləyir, şöhrətpərəstliyini xoşbəxt eləyir. Və buna elə gəlir ki, elə xoşbəxtlik budur, başa düşdünüz? Buna elə gəlir. Bax, bu saat bu tuğyan eləyən bir əhval-ruhiyyədir. Bu saat bizim cəmiyyətdə bu tuğyan eləyir, bax bu. İnsan şöhrətpərəstliyin xoşbəxt eləyir, azgözlüyün tamahın xoşbəxtlik eləyir. Başa düşdünüz nətəri? Şəhvətin xoşbəxt eləyir, qəzəbin xoşbəxt eləyir. Və elə bir ki, xoşbəxtlik elə budur, bildiniz? Amma onun kimi xoşbəxt eləyirsə, o da sonra yavaş-yavaş onun üzərində başlayır hökmranlıq eləməyə. Kimi xoşbəxt eləyirsə, o da onun bütün həyatının üzərində başlayır hökmranlıq eləməyə. Diktə eləməyə ona, başa düşdünüz? Çünki onlar negativ keyfiyyətlərdir hamısı. Negativ keyfiyyətlərdir, onlar pozitiv keyfiyyətlər deyirlər, bildiniz? İndi söhbətimizə yekun olaraq mən demək istəyirəm ki, yekun olaraq. Ki, bu məsələlərin nəzəri tərəfləri mənim müqəddəs kitablardan gətirdiyim misallar idi. Mən görürsünüz, İncildən gətirdim nümunə. Məhəmməd və Əsədullahın kəlamı var. Allahım, izin ver bu həyatımda kasıb olum. Mən öləndə də kasıb ölüm. Bildiniz nətəri? Çünki mən kasıblıqla fəxr edirəm. Nə nəzərdə tutur o? Kasıb varlıq kateqoriyasında deməkdir. Kasıb o adama deyirlər ki, onun karması ilə, yəni əvvəlki həyatı ilə əlaqədar olaraq imkanları zəifdir və o bundan narazı. Buna deyirlər kasıb. Varlı da bu digər yolla toplayıbdır və özünün bu şeylərin əldə eləməsində səbəbkar olduğunu düşünəndir. Özünü səbəbkar sayır. Başa düşdünüz? Mən özüm zəhmət çəkmişəm, qan tər döymüşəm və s. Özüm əldə, öz qabiliyyətimlə. Mən belə insanlar hər gün görürəm, demək olar ki, hər gün. Buna deyirlər varlı, düzdür. Hər iki halın ikisi də səhvdir. İkisi də səhvdir, başa düşdünüz? Məhəmməd və Əsədullahın sözünün canı budur. Hər iki halın ikisi də səhvdir. Yəni, mal, var dövlət, pul, vəsait filan beş məkan hamısı Tanrıya məxsusdur. Bildiniz? İnsanın onun özünkü saymağı, bu insan o deməkdir ki, özünə kərpic reaksiya qurur. Birazdan ona onun reaksiyası gələcəkdir. Ya bu həyatında, ya növbəti həyatında. Bildiniz? Ona görə bu dünya görüşündən özünü xilas eləmək üçün insan deyir ki, yəni bunlar hamısı krasiv slova, qəşəng sözlər kimi qalmasın, belə də. Yaxud da özünə toxtaqlıq vermək kimi, özünə belə ürəyinə rahatlıq vermək üçün yox, başa düşdün nətəri? Pişiyin əli qatığa çatmır, deyir bəlcidir. Bu qalmamaq üçün insan özünün reallıq deyilən şey istiqamətdə ünsiyyətini artırmalıdır, dinləməyini. Reallıq nədir? Özünün real xoşbəxtliyi nədədir onun? Real biliyi, real həzzi, real var dövləti nədədir? O reallığın axtarışında olmalıdır insan. Bildiniz? Sən reallığın axtarışında döysənsə, ancaq illüziya ilə gedirsənsə, saxta şeylərlə gedirsənsə, sən bunları əldə eləməyəndə eləməməyindən istirab çəkəsən. Əldə eləməməyindən istirab çəkəsən. Belələrinə deyirlər kasıblar, özünü kasıb sayırlar. Biz kasıbıq, başa düşdünüz? Mən kasıbam deyən cahil insandır. Bildiniz? O reallığın axtarışında deyil, saxtaları da əldə eləyə bilmir. Saxtanı əldə eləyə bilmir, reallığın da axtarışında deyil. Başa düşdünüz? Belələrinə deyirlər kasıblar. Belələri özün, bunlar deyir ki, mən kasıbam. Mən kasıbam deyən belə insandır. Nə reallığın axtarışındadır, nə də saxtaları əldə eləyə bilir. Karması imkan vermir, başa düşdünüz? Karması imkan vermir. Köhnə həyatından gətirdiyi karması imkan vermir. Belələri özünə deyirlər kasıb, başa düşdünüz? Və onlar belələri kim olurlar olsun, belələri məhz bu cür suallarla həmişə narahatdırlar. Niyə görə? Xeyirxalq insanlar, mömin insanlar filanlar kasıb olurlar. Amma əksinə, belə də fırıldaq eləyənlər, nə bilim cürbəcür pis işlər görənlər zənginləşirlər. Tanrı
Mən özüm mömin, söhbət mömin bəndə gedirsə, o Tanrı özün mömin bəndəsinə niyə görə imkan verməlidir ki, burada dolaşsın? Ha? Bədənə aid olan şeylərin komfortunu artırmaqda. Sən bədən döyürsən, sən ruhi cənsən. Bizim bədənimizin hər hüceyrəsi bizim günah əməllərimizin əks reaksiyasıdır. Bədənin hər hüceyrəsi bizim günah əməllərimizin əks reaksiyasıdır. Karmamızdır. Baxın hələ. Fiziki bədənimizin, təkrar edirəm, hər hüceyrəsi bizim karmamızın, günah əməllərimizin əks reaksiyasıdır. Çünki insanın karması olmasa, yəni günah əməlləri olmasa, o bədən olan deyil. Bu bədən almır ki, qayıdıb çıxıb gedir əbədiyyətə. Yoxsa bədən almırsansa, bu deməkdir ki, sən günah əməllərin var. Ona görə də bizi bədən alırıq da, bədən bizim günah əməllərimizin əks reaksiyasıdır. Başa düşdünüz? İndi bədənimin hər hüceyrəsi mənim günah əməllərinin əks reaksiyasıdırsa, bu bədənə aid olanlar onu da nədir sizcə? Bu əynindəki paltar, cibindəki pul, ətrafına yığdığı və s. Bunlar nədir? Hansı kateqoriyadadır sizcə? Həmən günahların ədədi həndəsi silsilənin genişlənməsidir. Başa düşdünüz? Buna görə də dini sistemlərdə, cəmiyyətdə nəzir, niyaz məsələsi var. Nəzir vermək. Möminlərə nəzir vermək, məscidlərə, məbədlərə nəzir vermək, müqəddəs yerlərə nəzir vermək, müqəddəs... Ne üçün? Onların buna ehtiyacı yoxdur, ehtiyacdan deyil. Möminlərin ya müqəddəslərə, məbədin, məscidin ehtiyacı yoxdur nəzirə. O nəziri verənlərin ehtiyacı var ki, onlar verəndə özlərinin karmalarından verirlər. Başa düşün, karmasını verir, Tanrı o prinsipləri özü qoyur və mömin müqəddəs şəxsiyyətlərə də mütilik verir, müticəsinə. Onda çox mütiliklə qəbul elə ki, gətir, ver. O da karmasını gətirir, verir. Karmasıdır bu bunun. Var dövlət bunun karmasıdır, başa düşdünüz, nə tərim? Bədənim mənim karmamdırsa, bədənə aid olanlar karmam deyil. Bunlar dəmir məntiqdir, dəmir məntiq. Əgər insan bu şeyləri başa düşmürsə və yaxud da ki, bunlara şey vermirsə, bunlara əhəmiyyət vermirsə, bu deməkdir ki, o 4 dənə insanlığın prinsipinə əməl eləmir ona görə. Başa düşdünüz? İnsanlığın 4 dənə prinsipinə ciddi şəkildə əməl eləyən insan, başa düşdünüz nətər? İnsan bu şeyləri başa düşür. İnsan bu şeyləri başa düşür, qəbul eləyir, tətbiq eləyə bilir, başa düşdünüz? Ona görə deyək ki, birinci insan olaq, sonra müsəlman olaq, xristiyan olaq, birinci insan olaq, sonra həkim olaq, sonra deputat olaq, sonra müəllim olaq və s. Birinci insan olaq. İnsan olmaq üçün də bu 4 dənə prinsip olmalıdır insan həyatında, vacibdir. Heç bir zorakılıq işlətməmək, heç bir bihuş edici maddə qəbul eləməmək, heç bir azarkeşlik eləməmək və zinakarlıq eləməmək. Çünki bunların 4 dənəsi insanın qəlbində insana xas olan 4 keyfiyyəti yaradır. Rəhimlilik, düzgünlük, təmizlik, bir də nə? Zahidlik. Rəhimlilik, zahidlik, təmizlik, bir də düzgünlük. 4 dənəsi. Bu 4 dənəsi insan keyfiyyətləridir ki, bu 4 dənəsi olanda insanın ürəyində sözün əsl mənasında şəfqət duyğusu olur, şəfqət. Şəfqət duyğusu insanın qəlbində olan negativ keyfiyyətlərə nə deyirlər, sinə gərməyi bacaran yeganə duyğudur. Şəfqət duyğusu, əgər qəlbimizdə varsa. O, insanda olan bütün negativ keyfiyyətlərə sinə gərə bilir, hamısına. Şəfqət duyğusu varsa. Bütün negativlərin hamısına o sinə gərə bilir. Şəfqət duyğusu. Bildiniz? Rusca ona deyirlər sastradanya. O vaxt yaranır ki, insanda bu 4 dənə keyfiyyət var. Rəhimlilik, təmizlik, zahidlik və düzgünlük. Bu 4 dənəsi də yaranır. Bax, o 4 dənə insan həyatı üçün prinsipləri əməl edəndə, bildiniz? Belə olanda insan həyatında bu söhbətlərin hamısı, hansı ki, mən 1 saatda danışıram, 1 saat 8 dəqiqədir. Bu söhbətlərin hamısı insan həyatında pişiyin əli qatığa çatmır, bəcidir deyində kateqoriyasında qalmır. Yaxud da tülkünün ağzı üzümə çatmır, deyir ki, turşdur. Bunda qalmır, bu elə insan yaşayır bundan, yaşayır. O İncilin sözünün üstə gəlir, İncildə deyilir. Zəngin o kəs deyir ki, çoxa malikdir. Nə qədər aza qanidirsə, o qədər zəngindir. Bax, onun üstə gəlir. İnsan onu realizə edir həyatında. İnsan onu duyur, insan onu yaşayır, insan ondan xoşbəxtdir, məmnundur. Başa düşdünüz? Xoşbəxtdir. Nə qədər aza qani olursa, ola bilirsə, o qədər belə insan xoşbəxtdir, bildiniz nətərim? Amma o insan ki, azlıqla bədbəxt özünü sayırsa, belə insan kasıb deyilən o insandır, bildiniz? Belə insan bədbəxt insandır. Ona görə də Peyğəmbər sallallahu Məhəmməd sallallahu həmən orada yazılan yerdə ki, mən
kasıb saxıl öləndə də izin ver kasıb ölüm. Çünki kasıblığa fəxr edirəm. Həmən yerdə də yazır ki, kasıblıqdan böyük bədbəxtlik yoxdur. Görürsünüz, bir-birinə əks sözlərdir. Mənə elə gəlir ki, mən bu suala müəyyən qədər izah verə bildim. Fikrimi çatdıra bildim müəyyən qədər. Baxmayaraq ki, bu həddindən artıq aktual məsələdir. Bu müasir dövrdə də xüsusilə aktualdır. Hamını narahat edir. Ona görə də biz bir şey, mən yekun sözüm odur ki, biz bir şeyi başa düşməliyik ki, insan bir şeyi başa düşməlidir ki, uğurdan, müvəffəqiyyətdən, həzdən və komfortdan vacib xoşbəxtlikdir. Xoşbəxtlik duyğusu uğurdan, müvəffəqiyyətdən, uğurdan, müvəffəqiyyətdən, komfortdan, rahatlıqdan, bunların hamısından üstündür xoşbəxtlik duyğusu. Ona görə də insan xoşbəxtliyin dərdini çəkən, xoşbəxtliyin qayğısına qalan insan o yolu gedəcək ki, hansı ki, gətirib o zənginləşmək yolunu getməyəcəkdir. Çünki bunların hamısı insanın xoşbəxtliyin əlindən alan şeylərdir. Uğur, müvəffəqiyyət, həzz. Uğur, müvəffəqiyyət, həzz. İnsanlar zənginləşəndə, zənginləşməyə can atanda, onlar uğurun, müvəffəqiyyətin, bir də həzzin dalınca qaçırlar. Bu da, deyirlər, ruslarda belə bir söz var, deyirlər ki, naqlis vtoraya счастье. Naqlis vtoraya счастье. Первое счастье hansıdır? Stisnitelность, duxovность, ruhi, mənəvi keyfiyyətlər olan insan xoşbəxtlik duyur. Stisnitelность, yəni utancaqlıq bu insanın ruhuna xas olan bir keyfiyyətdir. Bildiniz, mənəviyyatına aid olan keyfiyyətdir. Xoşbəxtlik də oradadır. Bax, ondan məhrum olanda, insan sırtıq olanda, o məcburdur getsin, uğurun, müvəffəqiyyətin, bir də həzzin də olacaq. Uğur, müvəffəqiyyət, həzz də insana məmnunluq, xoşbəxtlik gətirmədiyinə görə, belə insanda nədir? Sırtıqlıq arta-arta gedir, başa düşürsünüz, və onu qanunləşdirir və onu mədəniləşdirir dırnaq arasında. Adını qoyur Avropa mədəniyyəti, onu qoyur müasirlik, başa düşdünüz. Ona görə müasir dövrün insanları istirab çəkirlər bu sualın cavabının qarşısında. Niyə görə mömin insanlar, xeyirxah insanlar kasıb olurlar, amma əksinə insanlar zənginləşirlər. Başa düşdünüz, bax buna görə bildiniz nətəri? Bildiniz? Ona görə də ünsiyyət deyir, dostun kimdir, deyim kimsən. Bu dünya görüşünə uyğun insanlarla ünsiyyət saxlamaq lazımdır. Əgər biz qeyri-sivil insanlarla, dəyərlərin saxtasına üst tutub gedən insanlarla ünsiyyət saxlayırıqsa, onların yerişini yeriyə bilmiriksə, ondan hesab istirab çəkəcəyik. Başa düşdünüz? Onların yerişini yeriyə bilməyib, onlarla ünsiyyət saxlayırsansa, sən istirab çəkirsən. Bu sualın qabağında dönə-dönə bu səhər sənin başına qapaz kimi dəyir. Dönə-dönə bu sual sənin adamın başına qapaz kimi dəyir. İnsan özünü ləyaqətsiz hesab edir. İnsan özünü alçaldır, aşağılayır. Bildiniz nətərim? Bundan istirab çəkir insan. Ona görə, amma insan həqiqi dəyərlər istiqamətində gedən insanlarla ünsiyyət saxlayanda, ünsiyyətdə olanda, o barədə mütəmadi olaraq dinləyəndə, bildiniz nətərim? Onda insan özünün ləyaqətini öz daxilində tapır. Xoşbəxtliyin öz daxilində tapır. Bildiniz? Və belə insanın uğura, müvəffəqiyyətə, həzzə ehtiyacı olmur. Ehtiyacı olmur. Çünki ondan o reallığın öz içində yaşayır. Belə. Mən elə gəlir ki, mən az da olmuş olsa fikrimi çatdıra bildim. Əgər nəsə qaranlıq qaldısa və mənim söhbətimdən sonra hansısa suallar yarandısa, xahiş edirəm o sualları mənə yazın. Ki, bu söhbətdən bu suallar yarandı. Mən məmnuniyyətlə həmən o suallara çalışacağım cavablandırım. Belə, bu məsələ olduqca aktualdır, biz hamımız bilirik. Bu tarixən də aktual olubdur. Bugünkü gündə də yəni insan cəmiyyəti mənəvi cəhətdən, ruhi cəhətdən tənəzzülə çox uğradıqca da bu sualın aktuallığı arta-arta gedir. Bilirsiniz? Ona görə də sual verin. Nə aydın deyilsə, nə deyirlər, nə ürəyinizə yatmırsa, kiminsə ürəyinə yatmır hansısa bir izah, buyursun sual versin, mən çalışıram izah edeyim. Belə.
Diqqətinizə görə minnətdaram. Hare Krishna.